Dördüncü sual belə edirəm. A-siyə bir x yazmaq istəyirəm. C-biyə də y yazmaq istəyirəm. Və deyirlər ki, burada eyni bir düz xət üzərində yerləşən A, C və B məntəqələrinə səyahət etmək istəyən turist A məntəqəsindən hərəkətə başlayaraq B məntəqəsinə gedib. Və təzədən C məntəqəsinə qayıtdıqda, elə bil ki, A-dan B-yə gedənə qədər x plus y qədər gedir. Sonra təzədən C-yə qayıdır, deməli 2y hərəkət etmiş olur da. X plus 2y bərabərdir 40. Sonra deyir, B məntəqəsindən hərəkətə başlayaraq A məntəqəsinə gedib, təzədən C məntəqəsinə qayıtdı. Yəni ki, 2x plus y bərabərdə 50-dir. Belə bir sistem qurduq, tənişər sistemi. Və bizdən AC məsafəsi, yəni x-i istəyirlər tapaq. Bunun üçün də mən belə eləyim də, y-ləri itirmək üçün bu tənişər sistemin hər tərəfini -2-yə vururam. Bu zaman alınır ki, x plus 2y birincisi olduğu kimi qalır. İkincisini -2-yə vuranda -4x çıxılsın 2y bərabərdir -100. Sonra bunları tərəf-tərəfə toplayaram. Tərəf-tərəfə toplayanda y-lər bir-birini aparır, qalır -3x bərabərdir -60. X də bərabər də alınır 20. AC eləmiş oldu 20. Tapmış olduq bunu da.